Hal-hazırda Azərbaycanlı iş adamlarının xarici bazarlara çıxmaq imkanları nə dərəcədə realdır və eyni zamanda Azərbaycanın hansı brend məhsulları xarici bazarlara tanınır və eyni zamanda xarici investorların da Azərbaycanın qeyri-neft sektoruna münasibəti necədir? Bununla bağlı biz Azpromonun rəhbəri Rüfət Məmmədov efirimizə dəvət etmişik. Rüfət müəllim, bir daha sizi efirimizdə görməyimizə çox şadıq. İlk sualımız elə belə ünvanlamaq istəyərdik. Həqiqətən də Azərbaycan ölkənin qarşısına duran əsas vəzifələrdən, prioritet vəzifələrdən biri də qeyri-neft sektorunun inkişafıdır. Təbii ki, bu sektoru inkişaf etmək üçün investorların ölkəmizə cəlb edilməsi vacibdir. Bununla bağlı hansı işlər görülür və reallıq necədir? İlk öncə dəvətinizə görə təşəkkür edirəm. Tamamilə doğru söyləyirsiniz ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən biridir və əlbəttə xarici investisiyaların cəlb olunması işində də bu prioritet əsas prioritet kimi bizim üçün də götürülür və son illərdə biz xarici investorların xüsusilə qeyri-neft sektorunda fəallığının artımını müşahidə edirik. Belə ki, əgər 2003-cü ildə bu sahəyə, yəni qeyri-neft sektoruna xarici investisiyaların həcmi təxminən 300 milyon dollara yaxın idisə, artıq 2013-cü ildə bu rəqəm 5,3 milyard dollara çatır. Ümumilikdə bu son 10 il ərzində qeyri-neft sektoruna 32 milyard dollar civarında xarici investisiyaya yatırılmışdır. Bu sahələrə gəldikdə isə ilk öncə əlbəttə bizim üçün ənənəvi olan kənd təsərrüfatının sahəsini qeyd etməliyəm. Burada bilirsiniz ki, çox əlverişli şərait yaradılıb iş adamları üçün. Burada torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən fermer təsərrüfatları müəssisələri azad olunur. Eyni zamanda onunla əlaqəli olan ərzaq sənayesi istiqaməti, yəni sahəsi də çox önəmlidir və burada da biz xarici investisiyaların artımını müşahidə edirik. Digər sahə informasiya texnologiyaları sahəsidir. Bu sahə ümumilikdə Azərbaycanın qeyri-neft sektorunda ən yüksək templərlə inkişaf edən sahələrdən biridir və burada bir çox xarici, həm yerli, həm xarici investorlar üçün bir çox layihələr təklif olunur. Eyni zamanda bilirsiniz ki, son bir neçə il ərzində bu sahəyə həm dövlət, həm özəl sektor tərəfindən yatırılan investisiyaların həcmi əlbəttə xarici investorların da cəlb edilməsinə yol verir. Sənayeləşmə prosesi gedir ölkədə. Bu da xarici iş adamlarının diqqət mərkəzindədir və bu sahəyə xarici investorlar tərəfindən böyük maraq göstərilir. Bilirsiniz ki, Azərbaycanda xüsusilə məsələn son layihələrdən danışsaq, sənaye parkları yaradılır. Artıq 2 sənaye parkı fəaliyyət göstərir. Sumqayıt Kimya Sənayesi Parkı və Balaxana Eko Sənaye Parkı. Bu parklara xarici investorlar tərəfindən diqqət çox yüksəkdir, çox böyükdür. Biz onu izləyirik və danışıqlarda onu hiss edirik. Fərid müəllim, deməli elə o sualı vermək istəyirdik. Sənaye ili çərçivəsində Azərbaycanda sənayenin inkişaf etdirmək üçün deməli xarici investorların potensialından, imkanından da kifayət qədər istifadə olunur hal-hazırda. Fərid müəllim, xarici sərmayədarları ölkə iqtisadiyyatına cəlb etmək üçün ilk növbədə biznes mühiti yaradılmalıdır. Yəni bu mühit olmalıdır. Hal-hazırda bu mühiti necə dəyərləndirmək olar ölkəmizdə? Ümumiyyətlə dünya praktikası göstərir ki, xarici investor, sərmayədar üçün 3 əsas amil vacibdir. 1. Sabitlik, 2. Gəlirlik, 3. Proqnozlaşdırmanın mümkünlüyü. Və hər 3 amili Azərbaycan xarici investorlara təklif edir. Tam şəkildə təklif edir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadi və siyasi sabitliyin adasıdır. Makroiqtisadi mühitinin sabitliyinə görə Azərbaycan dünyada 9-cu yerdədir. İnflyasiyanın, illik inflyasiyanın dəyişmə göstəricisi üzrə 1-ci yerdədir. Azərbaycanda bütün islahatlar ardıcıl və davamlı şəkildə aparılır. Burada böyük dəyişikliklər və ya tərəddüdlər müşahidə olunmur. Yəni, yenə də sabitlik. Əlbəttə, biznes mühiti, əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış zəmanət paketi, belə də adlandıraq onu. Bunlar da əlbəttə çox vacib amillərdir. Gəlirlik.
Azərbaycanın iqtisadiyyatı son 10 ildə 3 dəfədən çox artmışdır. Azərbaycan xarici investorlara Cənubi Qafqazda 1-ci MDB məkanında isə 4-cü ən böyük iqtisadiyyatı təklif edir. Coğrafi mövqe, strateji coğrafi mövqe. Təsəvvür eləyin ki, Azərbaycanda fəaliyyət göstərən iş adamı orta məsafədə, yəni 4 uçuş saat məsafəsində özlərində 50, yəni dünya istehlakçılarının 50%-ni cəmləşdirən 50 ölkəyə çıxış tapa bilir. Yəni bu çox böyük və çox cəlbedici bir rəqəmdir. Əlbəttə bunun üçün infrastruktur yaradılır. Azərbaycan bölgədə ən müasir infrastrukturu təklif edir investorlara. Və əlbəttə proqnozlaşdırmanın mümkünlüyü bu da çox vacib bir amildir. Eyni zamanda bu amil sabitliyi ilə, yəni sabitlik amili ilə sıx əlaqədədir. Bilirsiniz ki, Azərbaycanda konkret, yəni orta müddətli və uzun müddətli hədəflər müəyyənləşdirilib, bütün sahələr üzrə, o cümlədən iqtisadiyyatın inkişafı üzrə. Məsələn, Azərbaycan 2020 inkişaf konsepsiyasında bu hədəflər müəyyənləşdirilib. Eyni zamanda bu hədəflərə nail olmaq üçün hansı tədbirləri, hansı addımları atmaq lazımdır. Bu məsələlərdə, bu konsepsiyada öz əksini tapır. Rüfət müəllim, doğrudan da xarici investorları cəlb etmək üçün kifayət qədər sizin qeyd etdiyiniz cəlbedici göstəricilərdir. İndi başqa bir məsələyə toxunmaq istəyərdik. Azərbaycanlı iş adamlarının xarici bazara çıxma imkanı, potensialı. Hal-hazırda bu imkanı necə dəyərləndirmək olar? Bilirsiniz, son illərdə Azərbaycanın ixrac potensialı kifayət qədər artmışdır. Çox əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, bizim ticarət dövriyyəmiz son 10 ildə 6,6 dəfə artıb, ixrac 9,3 dəfə artıb və xüsusilə qeyri-neft ixracı 4,6-7 dəfə artmışdır. Bu ildə bizim yəni rəqəmlər onu göstərir ki, biz artım templərinə nail ola bilərik. Bir sıra, məsələn, pozisiyalar üzrə artım templəri kifayət qədər yaxşıdır. Məsələn, kimya sənayesi məhsulları bu 9 ay ərzində ixrac təqribən 26% artıbdır. Meyvə tərəvəz 30%-dən çox artıbdır. Plasmas məhsulları 30% artıbdır və s. və ilaxır. Əlbəttə, burada bunun arxasında bir sıra səbəb durur. İlk öncə bu məhsulların, Azərbaycanda istehsal olunan məhsulların həm həcminin artması, həm də keyfiyyət göstəricilərin yaxşılaşdırılmasıdır. Əlbəttə, infrastrukturun yaradılması, çünki bilirsiniz, Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Ona görə biz məcburuq böyük investisiyalar infrastrukturun yaradılmasına və ya yaxşılaşdırılmasına yönəldək. Bu infrastruktur layihələri barədə məlumat verərsiniz. Hansı, xüsusən də nəqliyyat, təbii ki, burada nəqliyyatda daşımaların da tariflərinin aşağı salınması, bununla bağlı hansı işlər görülür hal-hazırda? Ümumiyyətlə, son 10 ildə mən sizə qeyd edə bilərəm ki, məsələn, yolların tikilməsində 7700 kilometrə yaxın yeni yol tikilib və ya bərpa olunub. 7 yeni hava limanı tikilib və bərpa olunub. Bakı-Tiflis-Qars dəmir yolu xətti tikilir. Bu xarici investorlar eyni zamanda Azərbaycanda fəaliyyət göstərən iş adamları, ixracatçıları üçün çox önəmli bir layihədir. Yəni bu layihələr çox önəmlidir. Dünya praktikası onu göstərir ki, dövlət tərəfindən infrastruktur layihələrinə yatırılan, xərclənən $1 təqribən nəticə olaraq təqribən $3-5 arasında investisiya və ya gəlir özü ilə cəlb edir. Yəni bu çox yaxşı bir göstəricidir və biz onu da hiss edirik bizim iqtisadiyyatımızda. Rüfət müəllim, belə bir sual vermək istəyirdik. Azərbaycanın ixrac potensialına diqqət yetirsək, əsasən bizim alıcılarımız, xarici alıcılarımız qonşu ölkələrdir.
Təbii ki, qonşu ölkələrini kifayətlənmək olmaz, xarici Avropa bazarına da çıxmaq lazımdır. Burada Avropa istehlakçılarının tələbləri nədir və bizim sahibkarlar bu tələblərə cavab verirlərmi? Mənə elə gəlir ki, burada hər halda müəyyən mənada bizim sahibkarların bir problemləri var ki, istədikləri bazarlara çıxa bilmirlər. Gəlin mən bu sualı biraz başqa, belə deyək, başqa cürə formalaşdırım. Yəni, ümumiyyətlə, qeyri-neft ixracını artırmaq üçün nə etmək lazımdır? Və burada biz gərək ardıcıl bu məsələyə baxaq, addım-ba-addım. İlk növbədə ixracı artırmaq üçün nə lazımdır? Məhsul. Yəni, məhsul istehsalının artımı. Yəni, biz müşahidə eləyirik, bir sıra sahələrdə biz məhsulun artımı müşahidə edirik. Məsələn, bir neçə il bundan öncə əgər Azərbaycan quş əti ixal eləyirdisə, bugün biz bu məhsul üzrə özümüzü tam təmin eləyirik. Eyni zamanda artıq onu ixrac etməyə başlayırıq. Məhsul var. Məhsul rəqabətə dözümlü olmalıdır. Yəni, onun keyfiyyət, təhlükəsizlik göstəriciləri yaxşılaşdırılmalıdır, beynəlxalq tələblərə uyğunlaşdırılmalıdır. Və siz doğru qeyd etdiniz ki, Avropa İttifaqında, Avropa ölkələrində tətbiq olunan qaydalar kifayət qədər sərt qaydalardır və biz onlara uyğunlaşdırmalıyıq bizim məhsullarımızı. Artıq məhsul olduqda biz o məhsulu xarici bazara çatdırmalıyıq. Bunun üçün lazımi infrastruktur, xüsusilə nəqliyyat infrastrukturu olmalıdır. Bu istiqamətdə artıq dediyim kimi Azərbaycanda kifayət qədər böyük işlər görülür və görülür. Amma məhsul xarici bazara çatanda o məhsul hardasa saxlanılmalıdır. Yəni, ixracın davamlılığını təmin etmək məqsədi ilə təmin etmək üçün bizdə xarici bazarlarda da lazımi infrastruktur olmalıdır. Bunun üçün hədəf bazarlarda logistik mərkəzləri yaradılmalıdır. Bilirsiniz ki, artıq Qazaxstanda belə bir logistik mərkəzi tikilir. Bu bizim üçün prioritet istiqamətlərdən biridir və pilot layihəsidir. Fət, mənim üzr istəyirəm, vaxtımız azdır. Onun üçün son sualımızı vermək istəyərdik. Bizim doğrudan da Avropa istehlakçının tələblərinə uyğun hesab olunan brend məhsullarımız barədə qısa məlumat verəcək. Hansılardır? Məsələn, kifayət qədər dünyada tanınmış Azərbaycan nar şirələri. Nəinki Avropa bazarında, dünyanın bir çox bazarlarında, o cümlədən Amerika Birləşmiş bazarında, Uzaq Asiya bazarlarında tanınmış bir brenddir. Azərbaycan şərabları artıq brend kimi formalaşdırılır. Biz artıq öz şərablarımızı xarica ixrac etməyə başlayırıq və digər. Təşəkkür edirik Rüfət müəllim, amma bu imkanı daha da artırmaq imkanımız var. Hörmətli tamaşaçılar, bir daha qeyd edim ki, qonağımız Azpromo rəhbəri Rüfət Məmmədov idi.